Fizika qanunlarına nəzər saldıqda, kainatın necə həssas bir tənzimləmə üzərində qurulduğunu açıq şəkildə görərik. Əgər qravitasiya qüvvəsi biraz daha güclü olsaydı, bütün kainat öz içinə çökərdi. Biraz daha zəif olsaydı, planetlər və ulduzlar heç vaxt formalaşa bilməzdi. Bu dərəcədə həssas bir ölçünün sadəcə təsadüfi bir ehtimal nəticəsində ortaya çıxdığını düşünmək riyazi olaraq imkansızdır. Kainatdakı bu həssas nizam həyatın mövcud ola bilməsi üçün xüsusi olaraq dizayn edilib. Su molekulunun quruluşundan tutmuş, yer kürəsinin günəşlə olan məsafəsinə qədər hər şey həyatın davamlılığı üçün xüsusi bir hesablama ilə var edilib. Əgər yer kürəsi günəşə biraz yaxın olsaydı, hər şey yanaraq yox olardı. Biraz uzaq olsaydı, hər tərəf buza dönərdi. Təbiət dediyimiz məfhumun özünün nə şuuru, nə də qərar vermə qabiliyyəti var. Şuuru olmayan təbiət necə bu qədər hesablanmış və riyazi baxımdan qüsursuz bir sistem yarada bilər? Ağıl və məntiq bizə deyir ki, bu dizayn kör təsadüflərin deyil, sonsuz elm və hikmət sahibinin əsəridir. İnsan ağlı bu mürəkkəb nizamı dərk etdikcə, bir yaradıcının varlığını inkar etmək, ağla qarşı çıxmaq deməkdir. Kainatın hər bir küncündə özünü göstərən bu sənət və hesablama mütləq bir yaradıcının imzasını daşıyır. İnsanın vəzifəsi isə bu mükəmməl nizamı görüb reallığı qəbul etməkdir.